Salam müəllimlər, sınaq 23-ün izahlarına baxırıq. 1. Həqiqi sahəsi 4732 kvadrat kilometr olan taxıl zəmisinin xəritədə tutduğu ərazi paletkada göstərilmişdir. Bu xəritədə A və B məntəqələri arasındakı məsafənin 24 sm olduğunu nəzərə alaraq, həmin məntəqələr arasındakı həqiqi məsafəni hesablayın. 24 dama var, yarımçıq damalar da 8-dir sayı. O da 4 tam dama edəcək. Toplayanda 24-ün üzərinə 4 gələndə olacaq 28. Daha sonra yazırıq 1 santimetr kvadrat 4 damadırsa 28 dama neçə olacaq? O zaman biz 28-i 4-ə bölürük, tapırıq 7. Sonra burada həqiqi sahəni verib 4732 kvadrat kilometri. Biz miqyası tapmaq üçün təbii ki kök altında yazmalıyıq. 4732-ni bölməliyik 7-yə. Alırıq kök altında 6760. 6760-dan kök 26 çıxır. Daha sonra həqiqi məsafəni tapmaq üçün biz 26-nı, yəni miqyası tapdıqda 26-nı vurmalıyıq. A, B məntəqələri arasında məsafə, yəni 24-ə. Elə bil miqyası xəritəyə vurursunuz, həqiqi məsafəni tapırmış kimi, o düsturda olduğu kimi. 26-nı 24-ə vuranda tapırıq 624 kilometr B variantı. İkinci suala baxırıq. Şimal istiqamətində hərəkət edən tədqiqatçı çatdığı məntəqədə günorta vaxtı kölgənin uzunluğunun öz uzunluğa bərabər olduğunu müəyyən etdi. Tədqiqatçının çatdığı coğrafi enlik aşağıdakılardan hansı ola bilməz? Bir qayda olaraq yadda saxlayırıq. Yəni kölgənin uzunluğunun öz uzunluğuna bərabər olduğu enliklər 21,5 ilə 68,5 arası. Deməli, burada fikir versəniz, 20 cənub enliyi düşmür. Bu enliklər arasında qalanların hamısı uyğun gəlir. Deməli, A variantı olacaq. 3-ə baxırıq. Xəyali oxu ətrafında fırlanma müddəti müvafiq olaraq maksimum və minimum olan planetləri seçin. Öz oxu ətrafında ən sürətli fırlanan planet 9 saat 55 dəqiqə Yupiter olacaq, ən böyük planet. Öz oxu ətrafında həddindən artıq zəif fırlanan planet Veneradır, 243 günə. Deməli, burada maksimum deyir. Olacaq Venera, minimum deyir Yupiter, Y variantı. G20 ölkələrin 2022-ci noyabr ayında toplantısının keçirildiyi ada İndoneziyanın adası Bali adasıdır. Kolima çayının axdığı ərazilər üçün doğrudur. Kolima yeni qırışıqlıq xeyir, orta qırışıqlıqdır, mezozoy qırışıqlığı. Çünki orada Çerski və Verxoyans dağları tərəfdə həmin bu dağlar da həmçinin orta qırışıqda yaranmış dağlardır. Qədim platformadır xeyir. Qədim qırışıqlıq olmaz, ən qədim olmaz, orta qırışıqlıq uyğun gəlir Y variantı. Sonra hansı soyuq okean cərəyanları suyun temperaturu, hansı okean cərəyanı suyunun temperaturu daha yüksəkdir? Burada soyuq cərəyan tropik enliklərə daha yaxın soyuq cərəyanın temperaturu daha yüksək olar. Təbii ki, digərləri şimal hissələrdədir. Məsələn, B olmaz, Antarktida tərəf, Labrador şimaldadır, Kuril, Kamçatka, Falkland daha cənubdadır. Ən uyğun gəlir A variantı. 7-yə baxırıq, Şirvan düzündən axan çaylardan hansının qidalanmasında yağış suları üstünlük təşkil edir. Təbii ki, bu Ağsu çaydır. Ağsu çayının üzərində Cavanşir su anbarı da həmçinin mövcuddur. 8. Mütləq hündürlüyü daha az olan silsilələr. Məsələn, burada Zəngəzur yan silsiləni çıxarıq. Sonra B-də Qarabağı çıxarıq. D-də Murov dağı. Y-də Şərqi Göyçəni, Şah dağı çıxarıq. Yerdə qalır C variantı. Ləngəbiz 929 metrdir. Palandökən 500-dən yuxarı olmalıdır. Burovar da 500-dən çoxdur. 500 Cəlilabad ərazisində 512 metr hündürlük verilib. C variantı. 9. Mənbəyi ilə mənsəbi eyni tektonik zonada yerləşən çaylar. Yəni, mənası odur ki, bir tektonik zonadan axan çaylar da deyə bilərik həmçinin. Bu çaylar, təbii ki, elə A variantı Oxçu çay, Bəsit çay, Sumqayıt çay, Ordubad çay A variantı olacaq. 10-cu suala baxırıq. Cədvəl hansı şkalaya əsasən formalaşdırılmışdır? Bu küləyi göstərir. Küləyin gücü, sürəti. Təbii ki, bu Beaufort şkalası olacaq. 11. Sahəsi fasiləsiz olaraq böyüyən okean hövzələrinə aid olan çayları müəyyən edin. Təbii ki, Atlantik və Hind okeanına axan çayları götürməliyik. A variantını yoxlayaq. San Francisco, Braziliya ərazisindən Atlantik okeanına axır. Limpopo çayı da cənub tropik xəttini 2 dəfə kəsən çaydır. Mənsəbi Mozambikdir, Hind okeanına axır. Magdalena da Kolumbiya ərazisindən Karib dənizinə axan çaydır, Atlantik okeanına aiddir. Elə A variantı doğrudur. Burada məsələn Kolima şimal buzlu okean olmaz. Sonra Amur çayı sakit okean olmaz. Sonra Yukon çayı sakit okean. Kolumbiya sakit okean çıxarıq. 12-yə baxaq. Hansı dənizlər aid olmadığı okean hövzəsi ilə
birbaşa su əlaqəsinə malikdir. Məsələn, Norveç dənizi Şimal Buzlu Okeana aid olsa da, amma Atlantik Okeanı ilə birbaşa su əlaqəsinə malikdir. Eləcə də Arafur dənizi Hind Okeanına aiddir, amma Sakit Okeanla su əlaqəsinə malikdir. Yava dənizi, Bering dənizi həmçinin Şimal Buzlu Okean və Sakit Okean deyə bilərik. Elə doğru cavab A variantı olacaq. Sual 13. Mozambik boğazını Drake boğazından fərqləndirən xüsusiyyətləri müəyyən edin. İki işıqlanma qurşağında yerləşir. Mozambik boğazına aiddir. Cənub tropik xətti kəsdiyinə görə 1. Atlantik Okeanı Sakit Okeana birləşdirir. Bu Drake boğazını Mozambik boğazından fərqləndirən xüsusiyyətə aid deyə götürmürük. İsti okean cərəyanları hərəkət edir. Mozambik boğazına aiddir. 3. Adanı yarımadadan ayırır. Yəni bu heç birinə aid deyil. Drake boğazı iki materiki bir-birindən ayırır. Mozambik isə adanı materikdən ayırır. Yəni yarımada yoxdur. Sonra dünya okeanında ən uzun boğaz hesab edilir Mozambik boğazı. Yayda tropik, qışda ekvatorial hava kütlələrinin təsirinə məruz qalır. Yəni bu da heç birinə aid olmayacaq. Doğru cavab 1, 3, 5 olacaq. Xəritə sxemə əsasən rəqəmlərə müvafiq gələn boğazları müəyyən edin. 1. Pas-de-Calais boğazıdır. Böyük Britaniyanı ayırır Avropadan. 2. Skagerrak boğazıdır. 3. Kattegat boğazıdır. Bu boğazlar Şimal və Baltik dənizlərini birləşdirir. Jutlandiyanı Skandinaviya yarımadasından ayırır. 4 isə Eresun boğazıdır. Zelandiyanı ayırır Skandinaviyadan. Bilirik ki, Zelandiya adasında Danimarkanın paytaxtı Kopenhagen yerləşir. Yəni Eresunun ikinci adı Zund boğazı. Sonra çayların mənsəblərinin hündürlüklərinin artmasına görə sıralayın. Xəzərə axan çayların mənsəblərinin hündürlükləri ən az olacaq. Artmasına görə deyirsə, birinci Xəzərə axan çayları götürməliyik. Burada məsələn Terik çayı var. Rusiya ərazisindən Xəzərə axır. Deməli 1 ilə başlayacaq. Ceni, Yeni, Beni çıxarıq. Daha sonra 6 Araz çayı, Araz kürə, sonra da Xəzərə axır. Sonra okeana axan çaylardan Kolima çayı Şimal Buzlu Okeana axır. Şərqi Sibir dənizinə 1, 6, sonra 2 hər ikisində. Sonra Şari çayı Dedə verilib. Ada isə Kama. Kama, Oka, Volqanın qollarıdır. Volqada Xəzərə axır. Deməli mənsəbi Şari çayından, yəni hündürlüyü az olacaq. 4 gələcək. Sonra Şari çayı Çad gölünə axan. Ən hündürsə Tarim çayıdır. Lobnor gölünə axır. Deməli doğru cavab A variantıdır. Ümumiyyətlə çay mənsəblərinin eroziya basisi okean səviyyəsindən yuxarı olan çaylar mənsəbin hündürlüyünə görə fərqlənən daxildə gölə axan çayları götürməlisiniz. Məsələn, Balxaş gölünə axan İli və Çu çayları buna misaldır. Aral gölünə axan Amudərya, Sırdərya çaylarını götürmək olar. Amma okeana axan çaylarda okean səviyyəsindədir. Xəzərə axan çaylarda eroziya okean səviyyəsindən aşağıda yerləşəcək. 16-ya baxırıq. Xəritə sxemə əsasən rəqəmlərə müvafiq gələn coğrafi obyektləri müəyyən edin. 1. Atabaska çayıdır. 2 isə Kölə çayıdır. Deməli bu Atabaska gölüdür. Sonra 2 Kölə çaydır. 3 isə Makkenzi çayıdır ki, bu Kölə göldür. Kölə göldür, Böyük Kölə. Böyük Qulda deyilir. Bu Makkenzi çayıdır. 4 isə olacaq Böyük Ayı gölü. Şimal qütb dairəsi kəsir. 2 işıqlanma qurşağında yerləşən göl sayılır. 17-yə baxırıq. Bir neçə ölkənin ərazisində yerləşən coğrafi obyektləri müəyyən edin. Bir neçə olmalıdır. Deməli, Yeni Qvineya adasında 2 ölkə yerləşir. Deməli, bu aid olacaq. Həm Papua Yeni Qvineya, bir də İndoneziya. Sonra 2 Michigan gölü yalnız ABŞ-ın ərazisindədir. 3 Vancouver adası yalnız Kanadaya aiddir. 5 Yava adası yalnız İndoneziyaya aiddir. 4'ü demədik. 4 Titicaca gölü Peru və Boliviya sərhədində yerləşir. 2 ölkə oldu, 4 lazımdır bizə. Sonra 6 Taxo çayı. Taxo çayı da Portuqaliyanın paytaxtı Lissabondan axır. Amma İspaniya ərazisindən başladığına görə biz onu 2 ölkə götürməliyik. Sonra Çad gölü 4 ölkənin ərazisində yerləşir. Kiel kanalı isə olacaq Almaniya. 1, 4, 6, 7. 18'e baxırıq. Sahəsi fasiləsiz olaraq böyüyən okean özələrinə aid olan çaylar. Bu təkrar sualdır. Bayaq etdik.
18-ci suala baxın. Eyni ilə 11-də də həmin sualdır. 19-a baxırıq. Rütubətli ekvatorial meşələrdə yayılmış torpaqlar. Çox sadə sualdır. Təbii ki, bu laterit torpaqlardır. Uyğunluq gözlənilmişdir. Küraraz ovalığında Tuqay meşələri, intrazonal landşaft, səbəbi də qurun sularıdır, doğrudur. Ləngəbis silsiləsində çəmən meşə olmaz. Talış dağları da kserofit bitkiləri, azonal landşaft yağıntı inversiyasıdır, doğru. Zəngəzur silsiləsi Alp subab çəmənlikləri, zonal olmaz, çünki dağlarda azonaldır. 4 yanlışdır. 1 və 3 doğru sıralardır. Sənaye və məişət tullantıları altında hər il xeyli torpaq sahələri tamamilə yararsız hala düşür ki, belə torpaqların bərpa edilməsi rekultivasiya adlanır. Amma torpaqların şoranlıqdan təmizlənməsi, üzvü gübrələrin verilməsi, məhsuldarlığın artırılması istiqamətində tədbirlərin görülməsi meliorasiya tədbirlərinə aiddir. Doğru fikri müəyyən edin. Açıq hava şəraitində Orta Araz və Kiçik Qafqaz təbii vilayətlərinin müəyyən hissəsindən böyük və kiçik Ağrı dağlarını vizual şəkildə müşahidə edilməsi relyef şəraiti imkan verir. Bu tamamilə doğrudur. Əgər hava aydın olarsa, təbii ki, görmək mümkündür. Orta Arazdan, Naxçıvanın müəyyən hissəsindən, Sədərə Şərur tərəfdən biz müşahidə edə bilərik Ağrı dağını vizual şəkildə, Kiçik Qafqazın təbii vilayətlərinin müəyyən hissəsindən də bunu müşahidə eləmək olar. Doğrudur. Xəzər dənizində üfüq xəttini görmək mümkün deyil. Xəzər bilirik ki, geniş, yəni böyük göldür, dünyanın ən böyük göldür, geniş su hövzəsidir. Biz onun sahilində qalanda, təbii ki, biz üfüq xəttini tam açıq şəkildə görə bilərik. Bu yanlış ifadədir. Lənkəran təbii vilayəti Orta Araz təbii vilayətindən fərqli olaraq heç biri, yəni nə Orta Araz, nə də Lənkəran yarım vilayətlərə bölünmür. C yanlışdır. Hirkan və Qızılağac milli parkları eyni təbii vilayətdə deyil. Qızılağac düşəcək Kürə, Hirkan düşəcək Lənkərana. Kiçik Qafqaz təbii vilayətinin neft ehtiyatları mövcuddur. Kiçik Qafqaz vilayətində ola bilməz. Məsələn, Qarabağ iqtisadi coğrafi rayonunda neft ehtiyatları var Bərdəyə görə, Tərtərə görə. Amma Kiçik Qafqaz vilayətində isə neft ehtiyatları olmaz. Naxçıvan vilayətində neft yoxdur. Ona görə də bu da yanlışdır. A variantı doğru cavab olacaq. Qara dənizin orta duzluğu Mərmərə dənizinin orta duzluğundan 7 promil azdır. Qırmızı dənizin 600 litr suyunun buxarlandırılmasından alınan duzun miqdarı Mərmərə dənizinin 600 litr suyunun buxarlandırılmasından alınan duzun miqdarından 10,2 kiloqram çoxdur. Qara dənizin orta duzluğunu hesablayın. Əgər siz yəni əzbər bilsəniz, Qara dənizin duzluğu 18 promildir. Mərmərə dənizində 25 promildir. Yəni bunu bilsəniz, bizdən elə Qara dənizi şifahi şəkildə elə 18-i buradan götürə bilərik. 24-ə baxırıq. Təsərrüfat modelində xidmət sahələrinin payının daha çox olduğu ölkələri müəyyən edin. Təbii ki, xidmət sahələri inkişaf etmiş ölkələrdə olacaq. Yəni Somalidə olmaz, təbii ki, çıxaq. Bangladeşdə olmaz, Əfqanistanda olmaz. D variantı uyğundur, Yəməndə olmaz. Burada yəni əhalinin çox olması, sıx olması demək deyil. Məsələn, Hindistanda bilirik ki, dünyada ən çox əhali Hindistandadır. 1 milyarddan çoxdur. Amma ən sıx Hindistan deyil. Burada əvvəlcə gəlin ən seyrək, dağlıq, quraq iqlimə malik olan Əfqanistan. Birinci Əfqanistandan başlayırıq seyrək olanlardan. Çünki bizə burada artan ardıcıllıq deyib. Yəni Əfqanistan olmayanları çıxdıq, qalır A və C. Sonra Nepal dağlıq ölkədir, ərazisi kiçikdir, 40 milyon deyək, Əfqanistandan biraz çoxdur orada əhali. Təbii ki, bizə sıxlıq lazımdır, əhalini artmasına görə demir. İkinci Nepal gəlməlidir. Sonra Pakistanda əhali ən çox Hind çayı vadisi, yəni hövzəsində deyək, cəmləşib. Amma Pakistan da əhalisi dünyada 100 milyon nəfərdən çox olan ölkələr sırasındadır. Nepaldan sonra ən çox sıxlıq Pakistan olacaq bu xəritəyə əsasən. Sonra gələcək dünyada ən çox əhalisi olan Hindistan. 1 milyar nəfərdən çoxdur. Amma sıxlığa görə isə birinci yerdə Bangladeşdir təbii ki. Bangladeş təsəvvür edin ki, Rusiyanın ərazisindən nə qədər kiçikdir ərazi baxımından, amma buradakı əhalinin sayı Rusiyada olan əhalinin sayından çoxdur. Yəni burada doğru cavab A variantı olacaq. 27. Materikləri əhalisinin sıxlığının artmasına görə sıralayın. Burada artıq materik verib. Deməli ən az, yəni sıxlıq Avstraliyaya aiddir. Sonra gələcək Şimali Amerika. Təbii ki, iqlim də təsir göstərir.
Relyefdə təsir göstərir. Sonra 3-cü yerdə Cənubi Amerika, sonra Afrika, ən sıx elə Bangladeş, Belçika, Niderland hansı materikdədir? Təbii ki, Avrasiya materikində. Yəni əhalisinin sıxlığının ən çox olduğu materik Avrasiya materikidir. 28-ə baxırıq. ABŞ dollarıdır. Ölkə şirkətlərinin xaricdə yaratdığı dəyər ümumilli məhsulun 30%-ni təşkil edir. Ölkənin ümumdaxili məhsulu ümumi həcmi 220 milyard ABŞ dolları olarsa, bu göstəricidə xarici şirkətlərin payını müəyyən edin. İlk öncə burada bizə verilib ümummilli məhsul. Burada qeyd edirik. Ümummilli məhsul 150 milyard. 150. Burada hər ikisinin ortaq xüsusiyyəti ÜDM də yazın burada. ÜDM. ÜDM burada 220-dir. Qeyd elədik. Burada ölkə daxil hər ikisində oxşar xüsusiyyəti ortaq yazaq. Ölkə daxil. Sonra burada da ölkə xaric. Ölkə xaric. Bizdən xarici şirkətlərin, ÜDM-də xarici şirkətlərin. Burada da yazaq. Xaric. Ölkə xaric. Deməli, ümumi, yəni bu 150 milyarddır. Ölkə şirkətlərinin xaricdə yaratdığı dəyər, xarici, yəni bunu 30% təşkil edir. Bunu tapırıq. Faizlə verib, nə qədər milyardda onu tapmalıyıq. 150-nin 30%-ni tapırıq. Alırıq 45 milyard. Düzdürmü? Deməli, bura 45-dir. Bura 45-dir. Bura 150-dirsə, bura 45-dirsə, burada neçə olacaq? 150-dən biz 45-i təbii ki, çıxmalıyıq. Alırıq biz ölkə daxil 105 milyarddır. Yəni, milli şirkətlərin ölkə daxilindəki payı deməkdir. Deməli, bura oldu 105. Düzdürmü? Bura 220, bura 105. Deməli, bura neçə olacaq? Yəni, xarici şirkətlər. Biz 220-dən təbii ki, 105-i çıxarıq. Alarıq 115 milyard ABŞ dolları. Cavab A variantı. Bu qədər sadə. 28-ə baxırıq. Müəssisənin sutkalıq yanacaq sərfiyyatı 390 ton daş kömür təşkil edir. Əgər alternativ yanacaq olaraq neftdən istifadə edilərsə, sutkalıq nə qədər yanacaq sərf edilə bilər? Deməli, daş kömürdə əmsal 1-dir, neftdə 1,5-dir. Biz burada 390-ı daş kömür deyir. Vurmalıyıq daş kömürün əmsalını, yəni 1-ə tapırıq 390 ton. Sonra neftin əmsalına görə bölək ki, nə qədər olduğunu, neftdən istifadə edərsə, sutkalıq nə qədər yanacaq sərf edildiyini bilək. Deməli, 390-ı biz 1,5-ə bölsək, alarıq biz 260 ton. Yəni, A variantı. Çox sadə bir məsələdir. Daha sonra 30-a baxırıq. Xəritə sxemlərdə verilmiş A və B ölkələri üçün ümumi əlamətləri müəyyən edin. Bu ölkə Almaniyadır. Bu isə Ukraynadır. Təbii ki, bu iki ölkəni müqayisə edəndə ilk ağla daş kömür ehtiyatları gəlir. Qonur kömürə görə Almaniya fərqlənir. Ukraynada həmçinin daş kömür ehtiyatları var. Bir, oxşar xüsusiyyəti deyə götürürük. Polşa Respublikası ilə səmsərhəddir. Təbii ki, hər ikisi Polşa ilə sərhəd olacaq. İnzibati ərazi quruluşuna görə federativ Almaniya aiddir. Ukrayna federativ deyil deyə götürmürük. Qərbi Avropa ölkələridir. Təbii ki, Ukrayna Şərqi Avropa ölkəsidir, amma Almaniya Şərqi Avropa ölkəsi deyil axı. Ortaq xüsusiyyət olmayacaq. Əhalinin təbii artımının birinci tipi xarakterikdir. Bu, hər ikisi üçün doğrudur. Paytaxtı dəniz sahilində yerləşir? Xeyr. Dəniz sahilində yerləşmir. Cavab A variantı. Dəniz sahilində yerləşən paytaxtları, yəni ölkələrin konspektini sizə göndərmişəm. 31. Cədvələ əsasən doğru olmayan sıraları müəyyən edin. Çelyuskin Avrasiyanın ucqar şimal nöqtəsidir. Doğrudur. Mariato Şimali Amerikanın cənub ucqarı nöqtəsi Panamada yerləşir. Rasafun Afrikanın şərq ucqarı nöqtəsidir. Parinyas Cənubi Amerikanın qərb ucqarı nöqtəsidir. Peruda yerləşir. 1 doğrudur. Bizə doğru olmayan lazımdır. 2. Bensekka Afrikanın ucqar şimal nöqtəsidir. Flores Cənubi Amerikanın ucqar cənub nöqtəsidir. Bayron Avstraliyanın ucqar şərq nöqtəsidir. Roka isə Avrasiyanın qərb nöqtəsidir. 2 də doğrudur. 3. York burnu şimal ucqar nöqtəsidir Avstraliyanın. St. Charles xeyr. Yəni Kanadada yerləşir. Şimali Amerikanın şərq ucqar nöqtəsidir. Tundra meşə tundra təbii zonasında yerləşir həmçinin. Uels şəhzadəsi isə
Qərb ucqarı nöqtəsidir Şimali Amerikanın Alyaska tərəfdə ABŞ-a məxsusdur. Dijinyov şərq ucqarı nöqtəsidir Avrasiyanın, bu yanlışdır. Dijinyov burnu bilirik ki, Çukot yarımadasında yerləşir. Sonra Qalinyas burnu deməli Cənubi Amerikanın Kolumbiya ərazisində yerləşən şimal ucqarı nöqtəsidir. Şimal doğru verilib. Piyay cənub ucqarı nöqtəsidir Avrasiyanın, doğrudur. Malakka yarımadası. Merchison şimal ucqarı nöqtəsidir Şimali Amerikanın, amma burada şərq verib. Steep Point qərb doğrudur. Amma 4 yanlış götürəcəyik Merchisona görə. 3-4 sualın doğru cavabıdır. Merchison şimal, iynə cənubda Afrikanın, Bayron şərq ucqarı nöqtəsidir Avstraliyanın, Almadi burnu qərb ucqarı nöqtəsidir Savana və seyrək meşələr təbii zonasında yerləşir. Afrikanın qərb ucqarı nöqtəsi Senegal ərazisində. 32-yə baxırıq. Euler-Venn diaqramında dairələrin kəsişməsində hansı dövlətlərin adı yazılmalıdır? Bilirik ki, QAM-a üzv olan ölkələr Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadır. Amma MDB-yə üzv olan ölkələr Mərkəzi Asiyada Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızistan, sonra Azərbaycan, Ermənistan, Moldova, Belarus, bir də Rusiyanı götürməliyik. Amma ortaq, yəni burada biz Azərbaycan və Moldova dedik. Amma MDB-də Ukrayna və Gürcüstan adını çəkmədik, düzdürmü? Deməli, Azərbaycan və Moldova həm QAM-a üzvdür, həm də MDB-yə. Cavab C variantı. 33-ə baxırıq. Faydalı qazıntıların yayıldığı müvafiq inzibati rayonları müəyyən edin. Deməli, mis ehtiyatı Gədəbəydədir, Gəncə fiziki coğrafi rayonunda. Polimetal ehtiyatı Naxçıvanda da var, Kəlbəcər. Daha sonra dəmir filizi, burada Kəlbəcər verilib. Mehmanə yatağı Ağdərədə olmalıdır əslində. Sonra dəmir filizi ehtiyatı da olacaq Daşkəsəndə, Hamançay, Dəmiroğlu, Daşkəsən yataqları, B variantı. Coğrafiya müəllimi şagirdlərinə yaşadıkları şəhərdə Ağsu şəhəri ilə müqayisədə günorta vaxtı kölgənin uzunluğunun daha qısa, Culfa şəhərlə müqayisədə isə daha uzun olduğunu söyləyir. Onlar hansı şəhərlərdə yaşayırlar? Deməli, bu elə bir şəhər olmalıdır ki, Ağsu şəhərindən cənubda yerləşsin. Çünki kölgə uzunluğu şimala doğru artır da. Deməli, əgər Ağsu şəhərlə müqayisədə kölgə uzunluğu qısadırsa, deməli, Ağsu şəhəri daha şimalda olmalıdır. Həmin şəhər Ağsudan cənubda olmalıdır. Amma Culfa şəhərlə müqayisədə daha uzun olduğunu deyirsə, deməli, Culfa daha aşağıda olmalıdır. Çünki Culfada kölgə uzunluğu qısadır. Bu şəhərdə Culfaya nəzərən kölgə uzun olacaq. İndi baxaq. Baxın, Ağsudan cənubda yerləşməlidir axı. Burada Ağstafa heç uyğun gəlməz. Yəni, Ağstafa Ağsudan daha yuxarıdadır. Şəki uyğun gəlməz. Astara ən qısa kölgə olacaq. Amma Culfa şəhərlə müqayisədə kölgənin deyir uzun olduğu. Yəni, bu şəhərdə kölgə uzundur Culfaya nəzərən. Deməli, Astara da olmaz. Siyəzən Ağsudan da yuxarıda yerləşir. Ağsu daha yuxarıda olmalıdır bu şəhərə nəzərən. Yerdə qalır Ağcabədi. Təbii ki, Ağcabədi Ağsu şəhərindən aşağıdadır. Yəni, Ağsu şəhərlə müqayisədə kölgəsi qısadır, amma Culfa ondan aşağıda yerləşdiyi üçün Ağcabədidə artıq Culfaya nəzərən kölgə uzun olacaq. Amma ən qısa kölgə ən cənubda yerləşən rayon Astara olmalıdır. Yəni, burada C variantıdır. Ümumilikdə deyəndə Astara götürəcəksiniz. 35. Cədvəldə verilən iqtisadi rayonlardan hansılarının yerlərini dəyişsək, onların sahələrinin düzgün azalma sırasını müəyyən etmək olar. Təbii ki, azalma deyirsə, Şəki-Zaqatalanın sahəsi Qazax-Tovuzdan çoxdur. Təbii ki, birdə Şəki-Zaqatala gələcək, sonra Qazax-Tovuz, Quba-Xaçmaz, Naxçıvan, Bakı. Yəni, azalma ardıcılığı bu formada gedir. 1-2 A variantı. BMT-nin sahəvi təşkilatlarından olan ATOM, yəni təşkilatı iş prinsipi nədən ibarətdir? Təbii ki, nüvə texnologiyalarının dinc məqsədlərlə istifadə edilməsi sahəsində elmi-texniki əməkdaşlığı həyata keçirir. A variantı olacaq. 37-yə baxırıq. Çay dərələrinin formalaşmasında relyefin təsiri böyükdür. Dağ çayları yumşaq süxurlar üzərində axaraq dərin, ensiz, dik yamaclara malik dərələr əmələ gətirir ki, bu kanyonvari dərələrdir ki, Colorado və Kolumbiya çayları fərqlənir. Böyük kanyon deyərkən Colorado çayı yada düşür. 38. Qaraçay, Çərkəz və Kabarda-Balqaristan Türk dövlətləri qurumlarına aid olan əlamətlər düzən deyil də dağlıq relyef olmalıdır. Təbii ki, paytaxtları respublikaların ən böyük şəhərləri sayılır. Gürcüstanla sərhədə malikdir, doğrudur.
Milli tərkibi mürəkkəb olacaq, doğru. Kəskin kontinental iqlim şəraitində xeyr. Kontinental ola bilər. 5. Yanlış. Volqa boyunda yerləşmə. Çünki Volqa boyunda Başqırdistan, Tataristan və Çuvaşiya yerləşir. Bu türk qurumları Qafqazda yerləşir. Şimali Qafqazda. 2, 3, 4 sualın doğru cavabıdır. 39-a baxırıq. Viktoriya və Anhel şəlalələrinin yerləşdiyi çay sistemləri üçün ümumi xüsusiyyətləri müəyyən edin. Təbii ki, Zambezi və Orinoco çaylarından söhbət gedir. Oxşar xüsusiyyətləri tapmalıyıq. Deməli, Cənub yarımkürəsində yerləşirlər. Viktoriya şəlaləsi, Zambezi çayı o cənubda yerləşə bilər. Amma Anhel şəlaləsinin olduğu, yəni aid olduğu Orinoco çayı şimal yarımkürəsindədir, bir aid olmaz. Keçid iqlim qurşağında yerləşir. Təbii ki, Zambezi subekvatorial, elə Orinoco çayı subekvatorial olacaq. İkisi də keçid iqlim qurşağıdır. Həmçində Zambezi çayının mənsəbində savanna təbii zonasının yayıldığını görə bilərik. 2 doğrudur. Sonra Atlantik Okeanı hövzəsinə aiddir. Zambezi Hind Okeanı deyə götürmürük. Tropik işıqlanma qurşağında yerləşir. Təbii ki, hər ikisinə aiddir. Sahilindəki müşahidəçi gecə vaxtı qütb ulduzunu görə bilər. Şimal yarımkürəsində yerləşərsə görə bilər. Amma Zambezi çayı cənub yarımkürəsində yerləşir. Ona görə 5 aid olmaz. Qədim Gondvanaya aid olmuş materikdə yerləşir. Bəli, Cənubi Amerikada, Afrikada Gondvanaya aid deyə oxşar xüsusiyyətdir. 2, 4, 6 sualın doğru cavabıdır. 40-a baxırıq. Cədvəldəki uyğunsuzluğu müəyyən edin. Quruda canlı aləmin çox hissəsini heyvanlar təşkil edir. Xeyr, bitkilər təşkil edir. Yanlışdır. Yanlış verdiyinə görə uyğunluq gözlənilib. Rütubətli ekvatorial meşələrdə laterit torpaqlara rast gəlinir. Doğru ifadədə doğru verilib. İslandiya, Monako və Lichtenstein'də 1 milyondan az əhali yaşayır. Doğrudur, doğru verilib. Belçika, Mərakeş və Livan konstitusiyalı monarxiya ölkələri. Livan monarxiya deyil. Yanlış ifadədə, amma doğru verilib, deməli uyğunsuzdur. D variantı. Rusiya, Hindistan və Almaniyada ərazi vahidləri milli etnik əlamətlərə görə formalaşdırılıb. Bu yanlış ifadədir. Elə yanlış verildiyinə görə də biz bunu yəni uyğunluq gözlənilib deyə bilərik. D variantında isə pozulub. Nəhayət sınaq 23-ün izahları bitdi. Növbəti sınaq izahı 24 olacaq. Sağ olun.